Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Instagram platforması şəxsi mesajlarda tam şifrələnmə dəstəyini dayandırmağa hazırlaşır. Xəbər verilir ki, bu barədə The Guardian məlumat yayıb. Bildirilib ki, qərardan sonra Meta şirkəti texniki baxımdan istifadəçilərin yazışmalarının məzmunundan çıxış əldə edə biləcək. Məlumata görə istifadəçi məlumatları rəsmi sorğular əsasında hüquq mühafizə orqanlarına da təqdim oluna bilər. Qeyd olunur ki, başdan-başa şifrələnmə şəxsi yazışmaların qorunmasının əsas üsullarından biri hesab olunur. Bu sistem olmadan mesajları potensial olaraq yalnız göndərən və qəbul edən deyil, platformanın özü də oxuya bilər. Influencer Aynişan Quliyevanın başına iş gəlib. Xəbər verilir ki, dünya ulduzları kimi onun da izləyicilərinin sayı kəskin azalıb. Bloger bildirib ki, Instagram hesabından 45 min izləyicisini silib.